Biz bugün Azad Qarabağda, Azad Şuşada dünya Azərbaycanlılarının qurultayını keçiririk. Bu qurultayın adı Zəfər Qurultayıdır və bu təbiidir çünki tarixi zəfərdən sonra ilk dəfədir ki, dünya Azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətcə Zəfər adı xalqımıza çox yaraşır. Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərindən biridir. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Zafer bayramınız mübarek. Zaferin mübarek Azerbaycan. Ben Kazım Cavadxani, Zafer Günü mübarek Azerbaycan'a. Tebrik edirəm Azerbaycan'ın xalqına. Bütün Azerbaycan halkına kutlu ve mutlu olsun diyorum. Dünya Azərbaycanlılarını Zəfər Günü münasibətilə təbrik edirəm. Yaşasın Azərbaycan. Üç renkli bayrağına mesut yaşa Azerbaycan'ım, ebediyen yaşa, azat yaşa. Между Арменией и Азербайджаном возобновились боевые действия. Ermenistan, Azerbaycan bir kez daha hedef aldı. Fighting between Azerbaijan and Armenia. Zafer bayramımız mübarek. Qarabağ, Azərbaycan. Zafer bayramımız mübarek olsun ve bu il daimi sülh olsun. Ben Aziz Sancar. Zafer günün mübarek olsun Azerbaycan. Karabağ Azerbaycan'dır.
Əlbəttə, biz hamımız Azərbaycanda yaşayan Azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan Azərbaycanlılar həm öz tarixi vətəni ilə sıx bağlı olsunlar və heç olmasa ildə bir dəfə hər bir Azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar. Təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin açılması, bu istiqamətdə də biz hər zaman köməklik göstərməyə hazırıq, əslində bunu edirik. Bilirəm ki, xarici ölkələrdə yaşayan milyonlarla Azərbaycanlının da ürəyi tarixi vətəni ilə bir döyünürdür. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan Azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır.